Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə magistratura, dövlət qulluğu, vergi, gömrük, miqrasiya, səfərbərlik və prokurorluq orqanlarına işə qəbul üzrə DİM-in keçirdiyi imtahanlarda qarşınıza çıxa biləcək test suallarının izahına baxacağıq. Hansı ki, bu suallar Dövlət İmtahan Mərkəzinin bazasında və qəbul imtahanlarında istifadə etdiyi test tapşırıqlarıdır. Keçək birinci sualımıza. Birinci sualımıza görə bizə nə deyir? Deyir, kağıza 1, 2, 3, 4 rəqəmlərindən bir dəfə istifadə edərək 4 rəqəmli ABCD natural ədədi yazan Rəhman, dostları Elşən, Nailə, İlkin və Mələkdən kağızda yazılan ədədin neçə olduğunu soruşur. Onlar aşağıdakı cavabları verir. Mələk yalnız B-nin qiymətini doğru tapır. Demək, Mələk burada tapıb ki, B 4 qiymət alır. Digər şəxslərin təxminlərinin hər biri yanlış olur. Yəni, Elşənin, Nailənin, İlkin tapdığı bütün təxminlər hamısı yanlışdır. O zaman A 1, 2, 3, 4-dən 1, 2 və 4 ola bilməz. Çünki Elşən 2 deyib, Nailə 1 deyib, İlkin 4 deyib, Mələk 1 deyib. Bunların tapdığı təxminlər yanlışdır axı. 1, 2, 4 ola bilmirsə, deməli onda A avtomatik olur 3. B də 4-dür. İndi gəlin baxaq C-yə. C nə 4 ola bilər, nə 2 ola bilər. C ola bilər 1 ilə 3. 3-ü də biz A-ya qeyd eləmişiksə, onda C olacaq 1. D isə 1 ilə 3 ola bilmədiyinə görə, burada qeyd olunub. Ona görə D olacaq 2 ilə 4. 4-ü biz B-yə qeyd eləmişik axı. Onda D də oldu 2. Cavabımız olur 3, 4, 1, 2, yəni Y variantı. Baxaq ikinci sualımıza. Deyir, sual şərəsinin yerinə uyğun gələn variant tapın. Yəni, biz sual şərəsinin yerinə elə bir söz yazmalıyıq ki, bu söz həm ərzaqla, həm tədbirlə, həm xamla əlaqəli bir söz olmalıdır. Və yaxud da ki, sağ tərəfdə, ikincidə elə bir söz yazmalıyıq ki, həm mənbə ilə, həm tərəvəzlə, həm əsillə neynəsin əlaqəli olsun. Bu tip suallar cavab variantına işləyirik. Baxın, məsələn, A variantının ikinci hissəsinə, yəni başlanğıca. Başlanğıc yazsaq biz bura, mənbə ilə əlaqəsi var. Məsələn, bir çayın mənbəyi var, başladığı yer, bir də onun başlanğıcı. Eyni məna verir. Amma başlanğıc olaraq biz tərəvəz götürə bilməliyik. B variantına baxaq. Məsələn, elə fərqi yoxdur, birinci yaxud ikinci. İkincidən başlayaq, kök. Biz bura kök yazsaq. Kök, məsələn, ağacın kökü onun nə idi? Mənbə idi. Başladığı yerdir. Kökündən böyüyə qalxır. Kök tərəvəz kimi ola bilər, bir də kök əsil kimi ola bilər. Bəs yaxşı, balı biz sol tərəfə yazsaq birinciyə, bal ərzaq uyğun gəlir. Bal tədbir deyəndə bəzi tələbələr deyir ki, mən balla tədbirin nə əlaqəsi var? Bal, məsələn, böyük rəqs gecələrinə bal deyilir. Bal tədbir mənasında ola bilər. Bal da ki, xal mənasındadır ki, uyğun gəlir. Yəni, cavabımız olur B variantı. İndi isə baxaq üçüncü sualımıza. Baxın, üçüncü sualımızda sol tərəfdə verilmiş fiqurda qarı xanaların sayı 1, 2, 3, 4, 5-dir. Qarı xanaların sayı kvadrata yüksəldib. Bozlara baxaq. 1, 2 sayını kuba yüksəldib. Burada isə qara vuraq, boz vuraq, ağ xanaların sayı qeyd olunubdur. Kəsrin məxrəcində isə qara ilə bozu bir-birinə vurmuşuq. 5 vuraq ki, çıxırıq ağ xanaların sayını. Yəni, eyni şeyi bizdən soruşulan hissədə tətbiq edək. Kəsr xəttimizi çəkdik. Yuxarıda birinci yenilik, qaraların sayını kvadrata yüksəldir. 1, 2, 3, 3-ün kvadratı plus. Bozların sayı 1, 2, 3, 4 kuba yüksəldirik. Plus, boz vuraq qara, vuraq ağ xanaların sayı. Ağ xanalarımızın da sayı bizim 9-dur. Kəsrin məxrəcində isə bozu vururuq qaraya, çıxırıq ağ xanaların sayını. Gəlin hesablayaq. Aşağıda 3 vuraq 4, çıxaq 9, elədi 3. Yuxarıda 9 plus 64. 4-ün kubu 64. Eləyir 73. Plus 3 vuraq 4, 12, 12-də 9-a vuran edir 108. 73 ilə 108 toplayanda elədi 181.
Məxrəcdə də ki 3-ümüz var. Cavabımız oldu A variantı. Baxaq məsələn 4-cü sualımıza. Bu tip suallarda suala baxan kimi verilən fiqurların, yəni ulduzların, güşələrin sayını üzərinə yazın. Məsələn, baxın, bu 7 güşəlidir. Bu 8 güşəlidir. Bu isə 12 güşəlidir. Yəni bundan sayıb yanına vaxtımızı aparmayaq. Bunların ümumi cəmiyyəli 27. Bu tərəfə baxanda bu 3 güşədir. Güşə deyəndə təpələrin sayı 1, 2, 3. Bu 5 güşədir. Bu isə 10 güşədir. Bunların cəmiyyəli 18-dir. Üçüncüyə baxsaq, bu 4-dür, bu 6-dır. Bu isə 1, 2, 12 güşəlidir. Bunların cəmiyyəli 22. Bu hissəyə baxsaq 3, 4, 5. Bunların cəmi eləyir 12. Bizə gəlin cavab variantlarına baxaq. Birinci olmalıdır 27-də. Birinci burada 27-dədir, burada 12-dədir. B ola bilməz. C-də ola bilməz. D-də ola bilməz. Y-də ola bilməz. Çünki birinci bizdə 27-dir. İkinci bizdə 18-dir, həqiqətən də 18-də durub. Üçüncü bizdə 22-dir. 22-də durub, üçüncüdə durub. Dördüncü isə bizdə 12-dədir. Bu da doğrudur. Cavabımız oldu A variantı. Baxın, bu tip suallarda gizlənmiş, paraleliped falan verilir. Belə şərti görüb qorxmayın ki, burada nə var, paraleliped falan. Sadə kubların sayılmazdır. İlk öncə neyinirsiniz? Bir mərtəbəli kubların sayını tapırıq. 1, 2, 3, 4, 5, bir də burada 6. 6-nı vurursunuz 1-ə. Çünki bir mərtəbəlidir. Plus 2 mərtəbəli kubların sayı 1, 2, 3, 4, 5, 6. 2 mərtəbə olduğuna görə vurursunuz 2-yə. 6 vuraq 2. Bunları toplayanda 6 və 1, 6, 6 dəfə 2, 12. Cəmi eləyir 18. B variantı. Və 6-cı sualımıza. Belə bir qeyri-aşkardır. Bu sualda birincinin kvadratından çıxırıq ikincini, eləyir 18. Birincinin kvadratından çıxırıq ikincini, eləyir 7. Burada da birincinin kvadratı 81, minus 15, cavab olacaq 66. Belə bir kub sualdır, kubun açılışı verilib. Bizə deyir ki, onun bağlanış formalarının hansı doğrudur. Baxın, bu tip kublarda çaşmayın. Bu hissəni silin. Bunun sağ tərəfi ətrafında bura yıxın. Onsuz da bunun 4 tərəfi də qara nöqtədən heç bir dəyişiklik olmayacaq. Məsələn, burada 3 və yaxud da 2 olsaydı, o zaman yıxdığımız zaman dəyişiklik olacaqdı. Öncə 4 dənə nöqtəni ilə burada qeyd edin. Normal kubda da biz bilirik ki, 6 ilə 1, 5 ilə 2, 3 ilə 4 heç vaxt yanaşı gələ bilməz. Gəlin baxaq görək cavab variantları nəyi silərik. Məsələn, 6 ilə 1 hardasa yanaşı verilibdir mi? Yox. Bəs 3 ilə 4 hardasa yanaşı var mı? Bəli, burada var. Onca 3 ola bilməz. Sonra 5 ilə 2 heç vaxt yanaşı gələ bilməz. Burada baxın 2 ilə 5 yanaşı veribdir. 5 də sildik. Cavablardan deməli biz silirik 3 ilə 5-i. 3'ü sildik, 3'ü sildik, buradan 3'ü sildik. Cavabımız ya 1, 4'dür ya da ki 2, 4'dür. Baxa görək indi necə buradan hansını tapırıq. Məsələn, diqqətlə baxaq. Görək hansı ola bilər. Biz bildik ki 6 ilə 1, 3 ilə 4, bir də 5 ilə 2 yanaşı verilə bilməz. Bizdə də ki bunların heç birində bu yanaşı əlaqə yoxdur. Amma diqqətlə baxıram. Baxın, 5-in üzərində 6 olanda bu 4 bunun sol tərəfinə gəlib düşür. Birləşdirdiyimiz zaman. Bu bizdə doğru cavab verilibdir, elə birincidədir. Düzdür, baxın 5-in üzərində bu 6 olanda bu ox istiqamətinə baxsaq, bunun sol tərəfinə 4 düşür. Həqiqətən burada 5-in üzərində 6 olanda bunun sol tərəfinə gəlib düşür 4. Cavabımız olur 1 ilə 4. A variantı. Bəs 2 niyə ola bilməz? Baxın diqqətlə.
3'ün üzərində 2 verilsə və yaxud da ki, 1'in üzərində 2 necə verilə bilər? Baxın, buradan diqqətlə. 1'in üzərində 2 olduğu zaman bu qara nöqtə 1'in sağ təpə hissəsinə düşür. Yəni bu hissəsinə düşür. Burada isə sol tərəfində verilibdir. Ona görə 2 ola bilməz. Baxaq 8-ci sualımıza. 8-ci sualımız qeyri-aşkar cədvəllərdir. Hər bir fiqur yuxarıdakı ədədlərdən fərqli əməliyyatda yerinə yetirir. Baxaq ki, birinci nə edibdir? Birinci, burada 3'ü kvadratı yüksəldib, üzərinə 2 gəlib, eləyib 11. 4'ü kvadratı yüksəldib, üzərinə 3 gələcək, necə 19. 2'nin kvadratı yüksəldib, üzərinə 4 gəlib 8. 1'in kvadratı plus 0, 1. Burada da 1'in kvadratı plus 2, eləyib 13. İkinci nə edibdir? İkinci əksini eləyib artıq. 2'nin kvadratı yüksəldib, üzərinə 3 gəlib, 7. 3'ü kvadratı yüksəldib, üzərinə 4 gəlib, 13. Burada 4'ü kvadratı yüksəldib, 16 üzərinə 2 gəlib, necə 18. Bəs yaxşı, B nə edib? B də hər ikisinin kvadratı yüksəldib toplayıb. Yəni bu fiqur hər ikisinin kvadratı yüksəldirik, B-ni tapırıq. 3'ün kvadratı plus 2'nin kvadratı eləyir necə? 13. 4'ün kvadratı plus 3'ün kvadratı 25 eləyir, 2'nin kvadratı plus 4'ün kvadratı 20 eləyir. Bizim ABC-nin cəmini soruşur. 19 plus 18 elədi 37, üzərinə 13 gələndə eləyir 50. D variantı. Bax bura. Baxın, bu suala baxanda ilk ağlımıza gələn odur ki, 2 dənə 3 rəqəmli ədəd topladığımız zaman 1000 neçəsə eləyə bilər. Onda A avtomatik olur 1. Bunu tapdıq. A1 isə əgər, baxın, C ilə B-ni toplayıb 0-dırsa, C ilə B-nin cəmi 10 olacaq. 0 yazıb 1 yadda. B ilə B-nin də cəmi üzərində də 1 gəlibdir, yadımızda qalanı, alıb 5. Deməli, B ilə B-nin cəmi 4-dür. Ya bu 14-dür, ya da sadə 4-dür. Gəlin sadə 4-dən başlayaq. B 2 olsa, burada 2 yazsaq, C-də olur 8. B2-də yazdıq. 8-dən 2 elədi 10. 0 yazdıq 1 yadda. 2 ilə 2 elədi 4, 1 yaddaydı 5. 2 ilə 9 elədi 11. Yəni B-nin 2 qiymətini ödəmiş oldu. Deməli, onda cavabımızda B-miz 2-dir. A-mız bizim oldu 1. C-miz də oldu 8. 2-dən 1 çıxıb üzərinə 8 gəlir, eləyir 9. Baxaq digər sualımıza. Belə bir sualımız var. Burada yenə bayaq gördüyümüz hansı ki, qara bozxanaları var idi, ona uyğun tipli bir sualdır. Yenə burada fiqurların hər biri bir əməliyyat yerinə yetirir. Məsələn, bu 4'ü kvadratda yüksəldib, 3 bucaq da 3'ə bölüb. 8'i də ki, bu 6 bucaqlı 4'ə bölüb. Burada biraz yerləri aralı çıxın, burada kəsik xətti var. 4'ə bölüb. Eynən burada baxsaq, 2'ni bu kvadratda yüksəldib, 12'ni bu 6 bucaqlı 4'ə bölüb, ümumi dairə bunları toplayıb, 3 bucaqlı da ki 3'ə bölüb. Yəni, eyni şey biz bu təkrarlayaq. Deməli, bizdə 3 bucaq kvadratda yüksəldir. Üzr istəyirəm, kvadratda yüksəldir. 3 bucaq neyini 3'ə bölürdük? 21'i 3'ə böldük, elədi 7. Dairə bunları toplayır, 6 bucaqlı da 4'ə bölür. 9 plus 7, 6 yox, 4. 9 plus 7, 16, 4'ə bölündə cavabımız olacaq 4. Yəni A variantı. Belə bir mətnimiz var. Deyir, sosial tədqiqat məqsədilə hər biri bir qız və bir oğlunun ibarət olan 3 işçi qrupu yaradıldı. Qızlardan biri modelyer, ikinci psixoloq, üçüncü isə dizaynerdir. Deməli, bunların ixtisasları var. Modeli, buraya yazaq ixtisas, bilək. Modelyer, psixoloq və bir də nə var idi bizdə? Dizayner. Qızların adı Mehriban. Deməli, bizdə qızlar da var. Yazdıq Mehriban. Sonra Pərvin, bir də Dilbər. Pərvin, Dilbər. Bir də bizdə olanlar var.
Oğlanların da adları neydi? Murad, Pərviz, Daşqın. Murad, Pərviz və Daşqın. Bunları qeyd elədik. Hər bir işçi qrupunun tədqiqatlarının nəticələri fərqli qovluqlara yığıldı və hər qovluğun üzərində qrupdakı qızın və oğlanın adlarının baş hərfləri və qızın ixtisasının birinci hərfi yazıldı. Hər qovluğun üzərində 3 müxtəlif hərf oldu. Yəni eyni M ola bilməz. Və yaxud da ki P ola bilməz. Və yaxud da ki MP ola bilməz. Yəni eyni hərf olmamalıdır. 3 də fərqli olmalıdır. Məlumdur ki, Pərvizlə bir qrupda olan qız modilyer deyil. Deməli, Pərvizlə olan qız, Pərviz buradadır. Modilyer deyil. Yaxşı, Pərviz buradadırsa. Pərviz modilyer deyil. Pərvizlə bir yerdə olan qız modilyer deyil. Pərvizlə bir yerdə olan qız biz buradan bildik ki, psixoloq da ola bilməz. Çünki onda 2 dənə P neyəcək, baş hərfləri üstə düşmüş olacaq. Bunda Pərvizlə bir yerdə olan avtomatik olaraq dizayner olur. Buradan Pərviz oldu dizayner. Bunu tapdıq. Sonra diqqətlə baxın. Pərviz dizaynerlə bir yerdədirsə, onda Pərviz buradan, qızlardan nə Pərvinlə bir yerdə ola bilər, nə də ki Dilmərlə bir yerdə ola bilər. Avtomatik olaraq olmalıdır Mehribanla bir yerdə. Pərviz Mehribanla dizaynerdir. Bunu bildik. Sonra diqqətlə baxın. Məsələn, buradan baxaram Murada. Murad modelyerlə bir yerdə ola bilməzdir. Murad avtomatik olmalıdır psixoloqla bir yerdə. Oldu psixoloqla bir yerdə. Murad psixoloqla bir yerdə olursa, Murad onda Pərvinlə bir yerdə ola bilməz axı. Murad avtomatik olmalıdır Dilbərlə bir yerdə. Onda burada Daşqına da qaldı Pərvin, bir də modelyər. Pərvin, bir də modelyər. Bizə nəyə soruşur? Modelyər və onun bir qrupda olan oğlan adı nədir? Modelyər bizdə oldu Pərvin, oğlan da oldu Daşqın. Pərvinlə Daşqın. Baxa görək C variantı. Baxaraq 12-ci sualımıza çox maraqlı bir sualdır və asan bir aşırı operator bölməsi bir sualdır. Baxın, eyni operatorun sol tərəfə bərabərdir. Yəni 3x bərabərdir 75-ə. Buradan x-imiz bərabərdir 25-ə. X-in yerinə 25 yazırıq. 25 plus y ilə y bərabərdir. Y-in kubu bərabər olur 33-ə. Buradan y kubu da bərabərdir. 33 çıxaq 25 eləyir 8. Nəyin kubu 8-dir? 2-nin. Deməli, y də bərabərdir 2-yə. 13-cü sualımıza baxırıq. Belə bir sınıq xətti. Sınıq xətti yəqin ki, qaydalarını bilirik. Sınıq xəttdə boz xananın içərisindən xətt düz keçməlidir. Keçişdən sonra isə hər iki tərəfdən və yaxud ki, bir tərəfdən sınmalıdır mütləq şəkildə. Qara xananın isə daxilində 90 dərəcə bu xəttimiz sınmalıdır. Gəlin, ilk öncə sınıq xəttə başlayın bir işıq yolları tapaq özümüzə. Baxın, bir də qaydamız var idi ki, qara xanaya bitişik xananın içərisində xəttimiz sına bilməz. Yəni, verilmiş küncdəki qara xanalardan həmişə başlayırsınız və bilirik ki, qara xanaya bitişik xanaların içərisində boz xətt sına bilməzdir. Buradan düz keçməlidir ona görə. Və burada keçib qara xananın daxilində nə etməlidir? Sınmalıdır. Bunu yazdıq. Sonra bilirik ki, boz xananın içərisində düz keçir. Yəni, xətt belə keçə bilməz və yaxud belə keçə bilməz. Bu, avtomatik olaraq yuxarıdan aşağı keçməlidir. Buradan keçir və buradan sına bilər və yaxud ki, düz keçə bilər. Onu hələ bilmirik. Və buradan da xəttimiz gəlir. Saxlayırıq ki, görək başqa hardan eləyəcəyik, başlayırıq. Bu boz xanalar ki, verilib 3 dənə bitişik. Bunlardan heç vaxt xətt belə keçə bilməz. O zaman deməli, buradan xəttlərimiz belə keçir. Amma buradan nə ilə nəyi birləşdirəcəyik? Baxın, biz heç vaxt bunu belə birləşdirsək, buradan gəlib bu xəttimiz buna birləşə bilməz.
Deməli biz nə edəcəyik? Yuxarıdakı xəttimizi düz gətirib bundan birləşdirməliyik. Onda avtomatik olaraq bu iki dənə xəttlərimiz bir-birindən birləşmiş olacaq. Yaxşı, biz bunu buradan gətirib sındırsaq, saxladıq bunları bu formada. İndi bizim bu xəttimiz buradan gəlir. Bu xəttimiz də buradan gəlib. Biz bunu bundan birləşdirə bilmədiyimizə görə bunu yuxarı ilə birləşdirək. Yuxarı ilə bu xəttimiz birləşdi. Bu verilmiş qara xananın daxilində xəttimiz bizim olsun yuxarı doğru mütləq şəkildə olmalıdır. Və bu burada da sına bilmədiyi üçün gəlib bunun içindən keçməlidir. Bu ya sağa doğru sınmalıdır, ya sola doğru sınmalıdır, onu hələ bilmirik. Sonra məsələn baxaq görək biz buradan başqa nəyi sındıra bilərik. Bu xətti biz belə sağa doğru sındırsaq, bundan birləşdirsək. Sonra qalıb bizdə digər xəttlərimizi birləşdirmək. Məsələn, baxın diqqətlə. Biz bu boz xanlı xətti belə keçirə bilmərik. Bunu keçirsək belə, ya bu buradan sınmalıdır, bundan birləşməlidir. Və yaxud ki, bu bundan sınmalıdır, buradan birləşməlidir. Amma qara xanaya bitişik, ağ xanada sınıq xətt sına bilməz. Onun üçün biz bunu nə etməliyik? Biz bunu belə sındırmalıyıq. Bu da sınan zaman buradan aşağı doğru sına bilməz. Avtomatik yuxarı doğru sınır. Bu da ki, nə edirik? Yuxarı doğru sındırırıq ki, bu xəttlərimizi birləşdirək. İndi bizdə qalıb buradan bir dənə bunları birləşdirmək. Bunu da birləşdirdik. Belə bir sahəmiz yarandı, yəni qapalı sınıq xəttimiz yarandı. Bizdə nə deyir? Sınıq xətt hansı xanlardan keçə bilməz? 5 ilə 4-dən keçmədi. Y variantı. Belə bir cədvəl sualımız var. Baxın, A ilə A-nın cəmi C-yə bərabərdir. Yəni 2A bərabərdir C-yə. Bir də A vuraq A C-yə bərabərdir. Yəni A kvadratı bərabərdir C-yə. Bunların hər ikisi C-yə bərabərdir, onda bunlar da bir-birinə bərabərdir. Yəni 2A bərabərdir A kvadratına. A kvadratındakı A-nın birindən bu A getdi. Burada qaldı A bərabərdir 2. A-nın 2 olduğunu tapdıq. Gəlin üzərinə buraya yazaq. A2 isə C oldu avtomatik bizdə neçə? 4. C 4 isə onda 4 ilə 2-nin cəmi K oldu 6. K burada da 6-dır, C burada da 4-dür. Bunları tapdıq. Sonra baxaq görək burada nəyə tapa bilərik? A 2-dir. C-ni də tapmışıq ki 4-dür. Onda 2 vuraq 4, burada vurma işarəsi B olur 8. B 8 isə onda 4 dəfə 8 H olur 32. H da buradan 32. B də 8'dir. Bunları tapdıq. Sonra məsələn Y də olur 4 vuraq 4 16. Baxaq görək bizə nəyə soruşur? Digər hərfləri niyə tapaq ki, yanına vaxtımız geçsin. H tapdıq 32. K-nı tapdıq 6. Qalıb M-i tapmaq. M-i B-ni bilirik 8'dir. 2 plus 8 M oldu 10. Qalıb N-i tapmaq. B 8 isə 8 plus 4 N oldu 12. F-də taparıq buradan. B vuraq B, yəni 8 vuraq 8 F-də olur 64. Bunların cəminə baxsaq 6 ilə 64 70 plus 10 80 plus 12 elədi 92 üzərində 32 gələndə elədi 124. İndi isə bax belə bir hitorimiz var. Hitorimizin qaydalarına gəlin sual işlədikcə bir-bir neyək təkrar yadımıza salaq. Hitorinin birinci qaydası odur ki, sətr və sütunda təkrarlanan xanalardan yalnız biri qalmalıdır. Digərləri silinməlidir. İkinci qaydası da odur ki, eyni hərf və yaxud ki, rəqəm arasında duran hərf və yaxud ki, rəqəm həmişə dairə edənir. Yəni saxlanılır. Məsələn, B ilə B-nin ortasında D var. Bunu da saxladıq. Bağa görə başqa nə var? Məsələn, Y ilə Y-nin ortasında A var. Bunu da saxladıq. Başqa sətr və sütuna baxa görə təkrarlama varmı? Başqasında sətr üzrə yoxdur, sütun üzrə yoxdur. Bayaq birinci qaydamızda demişdik, sətr və sütunda təkrarlanandan biri qalmalıdır. C-ni saxlamışıqsa, onda bu sütun üzrə bu C-ni silirik. Onda bu C, D və B-ni dairəyə almalıyıq.
biz buradan A-nı heç vaxt silə bilmərik. Niyə? Çünki bu A-nı silsək D bloklanmış olur. Silinməyən xanların hər birinin bir-birinin əlaqəsi olmalıdır. Bu da itorunun bir başqa qaydasıdır. Bu A-nı avtomatik dairə eləməliyik. Onda bu A silinir, bu A və C dairələnir. Bunu tapdıq. Sualın içərisində cavabını tapmışıq. Yəni bizdən soruşur birinci sütundakı verilmiş rənglənməmiş xanadakı hərfləri tapın. Rənglənməyən CA dedi. Yəni C'miz 3, 1, 3, 4. Amma gəlin bu teoriyini bütöv həll edək ki, bütün qaydaları da bilmiş olun. Baxın diqqətlə, bu A-nı mən saxlamışamsa, onda bu sətr üzrə bu A-nı silirəm. Bu A, G, D və B. Yenilik, dairəlik. Bu A-nı biz burada saxlayırıqsa, onda bunu silirik. Baxın, biz bu D-ni buradan silə bilmərik. Bayaq demişdik ki, silinməyən bütün xanların bir-birinin əlaqəsi olmalıdır. D-ni silən zaman isə nə edir? Bunların heç birinin əlaqəsi olmuş olmur. Yəni, Y-nin digərlərindən əlaqəsi olmuş olmur. İndi qalıb bizdə 3 dənə Y, 4 dənə B. Bunlardan nəyə silməliyik? Baxın, misal üçün deyib birindən başlayaq. Bu B-ni mən sildim. Onda bu B dairələnir. B dairələnirsə, onda bu 2 dənə B də silinməlidir. Və silinənində hər bir tərəfi dairələnir. Onda bu Y-ni mən silməliyəm. Düzdürmü? Bu Y-ni silən zaman bu C bloklanmış olur. Deməli, mən başdan sildiyim B bu olmamalıdır. Yuxarıdakı B-ni silməliyəm. Çünki bunları geri qaytarırıq. Yuxarıdakı B-ni silirik. Yuxarıdakı B-ni sildiyimiz zaman bu dairələnir. İndi sonra baxacağıq. Bu 2 dənə B-dən ikisindən birini saxlamalıyıq. Baxa görək hansını saxlayırıq. Məsələn, mən bu Y-ni saxlasam. Onda bu Y silinməlidir. Bu Y silindiyi zaman isə bu B saxlanılmalıdır. Çünki bunu da silsəm C bloklanır. Bunu mən saxlasam, onda bu B-ni avtomatik silməliyəm. Onda buradakı, baxın, belə bir bloka baxsaq, bu 2 dənə C bloklanmış olur. Digər dairələrin işi yoxdur. Demək, mən bu Y-ni burada saxlamıram. Bu Y-ni silirəm. Bu Y-ni burada nə edirəm? Silirəm. Onda bu Y-ni saxlayırıq. Sonra baxaq görək biz burada məsələn nəyi silsək, nəyi saxlaya bilərik. Yuxarıdakılara baxsaq, 2 dənə B var. Bunlardan birini silməliyik, birini saxlamalıyıq. Bu B-ni silə bilmərik. B-ni silsək, bu D bloklanır. Ona görə də o B-ni nə edirik? Saxlayırıq. Onda bu B-ni silirik. Y bizə heç bir maneə törətmədiyinə görə Y-ni də saxlayırıq. Yəni, sətr və sütunda təkrarlama yoxdur onsuz da. Yəni, hitorinin bütün qaydalarını bir hitoridə bilmiş oldunuz. Bizdən soruşur ki, birinci sütundakı verilmiş birinci sütunumuz budur. Verilmiş, rənglənməmiş xanalardakı hərfləri seçin. Rənglənməmiş C oldu, A oldu, D oldu. A, C, D. Yəni 1, 3, 4. Sonra baxaraq belə bir tərəzi sualımız var. Bu tərəzimiz çox rahat bir tərəzidir. Baxın, buradan özü bizə göstərək bunun dayak nöqtəsini. Ortam ilə bərabərlik yazırsınız. 1, 2. 2 vuraq 3. Plus 1, 2, 3, 4, 5, 6. 6 vuraq 8. 48. Sağ tərəfdə 1, 2, 3. 3 vuraq 6. 18 plus 1, 2, 3, 4, 5, 6. 6 vuraq x. Sadə tənlikdir. 48 plus 6 eləyir 54. Bərabərdir 18 plus 6x-a. 54-dən 18 çıxanda 36 bərabər 6x-a. X-da bərabər 36 bölü 6 eləyir 6. Yəni C variantı. Bugünün suallarımızın izahı bu qədər. Əgər sizə bu videoların gəlməyi istəyirsinizsə, videonu bəyənməyi, dostlarınızla paylaşmağı
Kanala abunə olmağı unutmursuz.